Salam əziz şagirdlər. Bu videoda sizlərə 2024-cü il 3 mart tarixində keçirilmiş buraxılış riyaziyyat suallarının izahını verəcəm. İzaha keçməmişdən öncə qeyd edək ki, dərslərimizə qoşulmaq üçün qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq suallardan. Deməli, birinci sual bizə verilib ki, çevrənin apsis oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın. Bilirik ki, apsis oxu ilə deyərsə, o zaman apsis oxu ilə kəsişmə deyərsə, y0-dır. y0-dır. Əgər ordinat oxu desəydi, o zaman biz x0 götürəcəkdik. Sadəcə burada apsis oxu deyib. Apsis dediyinə görə y0-dır. Gətirib yerinə yazsaq, x kvadratı, y artıq 0-dır. y0-dırsa geriyə nə qalır? 4 qalır. 4-ün kvadratı 16 bərabərdir 25. Buradan da x kvadratı bərabərdir. 16-nı sağ tərəfə keçirsək 9. X bərabərdir plus minus 3. Yəni x olacaq plus minus 3. Bu da yəni müsbət 3 olanda, çünki y artıq 0-dır. Bu da və mənfi 3 0 nöqtəsi olacaq. Bu da hardadır? C variantında. Doğru cavab kimi bizə verəcək C variantı. Keçək ikinci suala. Sadə bir sualdır. İfadəsini sadələşməyini istəyir. Biz burada baxsaq, A kvadratı ilə kub gedər. 8-lər ixtisar gedər. B kvadratı ilə də B-nin kubu gedər. Geriyə nə qalar? AB, bu da B variantında verilmişdir. Keçək üçüncü suala. Deməli, üçüncü sual trigonometrik təlim ilə bağlı bir sualdır. Burada necə yaza bilərik? Biz burada birinci kosinus yaza bilərik ki, kosinus pi bölünsün 2 çıxılsın x bərabərdir kökdə 3 bölünsün 2-yə şəklini yaza bilərik. Yəni biz bunu kökdə 3-ü 2-yə böldük və burada çevirmə edəcək. Kosinus pi bölünsün 2 çıxılsın x nə verirdi? Pi bölünsün 2-də ad dəyişirdi sinus x və birinci növbədə düşdüyünə görə müsbət olacaq. Yəni olacaq sinus x bərabərdir kökdə 3 bölünsün 2. Kökdə 3 bölünsün 2. Sinusda kökdə 3 bölünsün 2-ni harada alırdı? X bərabərdir mənfi 1 üstü k pi bölünsün 3-də plus pi k. Bu da bizə doğru cavab kimi verəcək D variantında. Sonra növbəti suala baxaq. Növbəti sual deməli, hündürlüyü 4 cm və orta xətti 13 cm olan trapesiyanın sayəsini tapın. Deməli bir trapesiya çəksək. Bizdə bilirik ki, trapesiyanın sayəsi oturacaqların cəmi vurulsun hündürlükdür. Yəni bura A-dırsa, bura B-dirsə, o zaman S bərabərdir A üstə gəl B bölünsün 2 vurulsun H üstündən hesablanır. Və bu biz burada bilirik ki, oturacaqların cəminin yarısı isə bizə orta xətti vermiş olur. Oturacaqların cəminin yarısı isə bizə orta xətti vermiş olur. Orta xətti isə bizə özü 13 veribdir. Yəni A üstə gəlinsin B bölünsün 2 bizə 13 verilibdir şərtdə. O zaman mən nə edəcəm sayını tapmaq üçün? S bərabərdir 13 vurulsun 4. Bu da bərabərdir 52. Doğru cavabımız olacaqdır 52 D variantı. Növbəti suala baxaq. Ehtimalla bağlı bir sualdır. Deməli burada kinoteatrda yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və B olmasının ehtimalını tapın. Deməli burada belə deyək, satılmış biletlər var və satılmamış biletlər var. Yəni alınmış, alınmamış biletlər var. Qara olan hissələr satılan biletlərdir. Təbii ki, burada bir dənə alıcı gəlib hər hansı bir bileti alsa, o alınmamış biletlərlə maraqlanıb götürəcək. Yəni alınmış biletləri almaz. Təbii ki, qaraları almayacaq. Yəni ağlardan birini götürüb alacaq. Ümumi baxsaq ağların sayına, deməli saysaq burada deməli 25 dənə ağ var. 25 dənə ağ bilet var. Tamam mı? İndi bu 25 dənə ağ biletdən bizə deyir ki, A və B sırasında olması hadisəsinin ehtimalını tapın. Birinci baxaq A sırasına. Görürük ki, A sırasında 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə alınmamış bilet var. Deməli, bu A sırasında 25-də 8 ehtimalla bir bilet ala bilər də. Yəni 8 dənə sağ daxil o sırada. Sonra keçirəm B sırasına baxıram. Və
B dediyinə görə üstə gələcəm, yenə üstə gələcəm. Yenə 25-də, hə, indi keçirəm B sırasına baxıram ki, B sırasında isə 1, 2, 3, 4, 5. B sırasında isə 5 dənə bilet alınmayıb. Yəni bu onlardan bir dənəsini ala bilər. 25-də 5. Bunların cəmi də bizə verəcək 25-də 13. Doğru cavabımız olacaq burada D variantı formada. Sonra baxaq biz növbəti suala. Deməli burada da nə kimi yaza bilərik? Çox asan bir sual. 9 yaza bilərəm 3-ün kvadratı. Əsaslar eynisə, qüvvətlər də eynidir. 4 üstə gəlsin x bərabərdir 2-yə. Buradan da x bərabərdir -2-yə. Doğru cavabımız olacaqdır B variantı. Sonra növbəti sual. 67-ci sual. 67-ci sualda isə burada deməli bərabərsizliklərdən neçə natural həlli var? İntervallarla baxsaq, bu deməli yarım intervalda bu. Yəni burada 36-nı alır, x 36-nı alır, 46-nı almır. 46-nı almırsa buna bağlanmır. Aha. Biz bu zaman ətr hesablayırdıq. 46-dan sadəcə elə 36-nı çıxırdıq. Bu da bərabərdir 10. Doğru cavabımız olacaq deyil. Daha sonra növbəti suala baxaq. 3 bucaqda A bərabərdir 12. Buranı bizə 12 verib. Alfa bucağın 30 verib. Bura 30'dur. Beta bucağın 60 verib. Aha, diqqət eləsək, iki bucaqlarımız artıq burada 60, 30'dur. Bu hansı üst bucaqdır? Təbii ki, bu düz bucaqlı üst bucaqdır. O zaman bura 90 dərəcədir. Düz bucaqlı üst bucaqda 30 dərəcəli bucaq qarşısında duran katet 12'dirsə, o zaman hipotenuz nədir? Hipotenuz da 12 mislidir. Yəni bura 24'dür. Və 60 dərəcəli bucaq qarşısında duran katet isə digər katetin kökdə 3 mislidir. Yəni B də olacaq 12 kökdə 3. Qaydaya əsasən tapdıq. Burada da cavabımız olacaqdır Y variantı. Sonra növbəti suala baxaq. Növbəti sualımız 69-cu sualdır. Aha. Deməli, sadə bir kəsrədə aid bir sualdır. Baxın, 1 tam 12'də 5 nə deməkdir? 12'də 7 deməkdir. 12'də 7 bölünsün. Deməli, biz birinci mötərizənin içini həll eləsək, alaraq orta məsuliyyəti 6-da -5 plus 4 almış olarıq. Mötərizəni bağlasaq, bu da bərabərdir 12'də 7 vurulsun. Deməli, yuxarı bizə veriləcək -1. -1 də 6 yerlərini dəyişəcək. Yəni olacaq -1 düşəcək bura, 6 qalxacaq yuxarı. 6 ilə də 12 qısa gedir. Burada 2, bu da bərabərdir -3,5. Daha doğrusu -3,5 yox. Deməli 17'dir bu. Aha, 17'dir. 17'ni də böldü 2'yə. 17'ni də 2'yə böləcəyik. 17'ni də 2'yə böləndə alacağıq burada -8,5. Doğru cavabımız olacaq Y variantı. Növbəti sual. Taxıl üyüdüldükdə 8-dən 90% qədər un alınır. Aha. Nə qədər taxıl üyütmək lazımdır ki 1260 kiloqram un alınsın? Deməli 1260 kiloqram alınmış un 90%'ə görə alınandır. Yəni biz 90%'ə deyəcəyik 1260, 100'ə də deyəcəyik x. Bizə də bunu soruşmuşdur. Buradan da x bərabərdir. Həll eləsək, bunlar ixtisar gedər. Burada qalar 14, bu da 1400. Deməli, doğru cavabımız olacaqdır 1400 A variantı. Sonra növbəti suala baxaq burada. 71-ci sual. Deməli, bizə burada verilib ki, müstəvidən 8 desimetr məsafədə olan nöqtədən bu müstəviyə uzunluğu 12 desimetr olan mail çəkilmişdir. Aha. Deməli, bir dənə müstəvimiz var. Bu müstəvidən 6 cm olan məsafədən. 6 cm olan bir məsafədən və bu müstəviyə bir mail çəkilmişdir. Bu da 12 desimetrdir. Mail çəkilmiş. Bu mailin müstəvi ilə əmələ gətirdiyi bucağı tapın. Aha. Bizdən bu bucağı soruşur. Bizdən bax, buradakı alfa bucağını soruşur. Bilirik ki, məsafədirsə bura artıq 90 dərəcədir. Və diqqətlə baxsaq burada, alfanın qarşısında duran 6 bu mailin yarısına bərabərdir. Hansı düz bucaqlı üst bucaqda hansı bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir? 30 dərəcə. O zaman bu da olacaq 30 dərəcə. Doğru cavabımız C variantı. Aslında bir sual idi. Sonra burada baxaq biz növbəti suala, 72-ci suala. Radian ölçüsü -3 pi bölünsün 5 olan bucağın dərəcə ölçüsünü tapın. Dərəcəsini deyirsə, o zaman biz yazacaqdır ki 3 pi bölünsün 5 bərabərdir -5'də 3 vurulsun 180. Bu da bərabərdir -108. -108.
Doğru cavabımız olacaqdır A variantı. Sonra növbəti suala baxaq burada. Ədədi silsilə ilə bağlı bir sualdır. Deməli görsək ki, A4, A5 və A6 ardıcıl hədlərdir. O zaman ortadakı hədd nəyə bərabərdir? Ədədi silsilədə ortadakı hədd bərabərdir özündən əvvəlki hədlərin cəminin yarısına. Yəni A4, yəni özündən əvvəlki ilə sonraki həddin cəminin yarısına. A4 plus A6 bölünsün 2-yə bərabərdir. Çarpaz vursaq burada alaraq ki 2A5 bərabərdir. A4 plus A6-ya bərabərdir. Gətirib yerinə yazsaq, bir dənə A5 buradadır. A4 ilə də A6-nın yerinə 2A5 yazsaq, olacaq 3A5 bərabərdir 27-yə. Buradan da A5 bərabərdir 9 almış olacaq. Doğru cavabımız bizim E variantı olmuş olacaq. Növbəti suala baxaq. Deməli, x kvadrat çıxılsın 6x bərabərdir 1 olarsa, ifadəsinin qiymətini hesablayın. Əla. Deməli, burada eyni bir dərəcədən olduğuna görə biz bunları və hasil olduğuna görə biz bunları bir kökün altına yaza bilərik. Bir kökün altına yaza bilərik. O zaman yazacağıq ki, kökdə 7-ci dərəcədən x vurulsun 4, yox, x daha doğrusu çıxılsın 4. Aha, diqqətlə baxsaq burada. Burada x çıxılsın 4-ün dərəcəsi 5-dir. Burada isə 2-dir. Və bunlar bir-birinə vuranda qüvvətlər nə olurdu? Toplanır. Yəni x çıxılsın 4-ün üstü 7. Vurulsun. Eyni ilə x çıxılsın 2-nin qüvvəti burada 2-dir. Burada isə 5-dir. Buranda toplanacaq. Yəni olacaq x çıxılsın 2 üstü 7. Bu da bərabərdir. Burada bu 7-lərlə deməli kökdən çıxarsaq bunlar gedər. O zaman qalar nə? X çıxılsın 4 vurulsun x çıxılsın 2. Bunu da vurub açsaq, alaraq ki x kvadratı çıxılsın 6x üstə gəl 8 almış olarıq. Və biz burada görürük ki x kvadrat çıxılsın 6x-in qiyməti bizə 1-dir. O zaman 1 üstə gəlinsin 8 bərabərdir 9 almış olarıq. Doğru cavabımız olacaq 9. Sonra növbəti suala baxaq. Perimetri 156 cm olan daxili bucaqların cəmi olan düzgün çoxbucağın tərəflərinin uzunluğunu tapın. Aha, bizə deməli perimetri 156 verib. Bilirik ki, düzgün deməli daxili bucaqların cəmi nədir? Daxili bucaqların cəmi hansı düzgün hesablanırdı? 180 vurulsun n-2. n-2 bu da bərabərdir 1800 veribdir. Buradan bunlar ixtisar gedər. Burada qalar 10. O zaman n bərabərdir 12. N-i 12 taparam. Deməli, bu tərəflərin sayı nədir? 12 bucaqlıdır. Və bizdə perimetri 156 verib. O zaman düzgün dediyinə görə perimetri bərabərdir 12 olacaq. Tərəfi atırsa, bu da bərabərdir 156-ya. Buradan da A bərabərdir 156-nı da 12-yə bölsək 13 almış olarıq. Deməli, tərəfin uzunluğu 13 imiş. Növbəti suala baxaq. Kompleks ədədlərlə bağlı bir sualdır. Biz burada nə eləyə bilərik? Mən bunu belə yaza bilərəm. Yaza bilərəm ki, z kvadratı yuxarını, z kvadratı çıxılsın 9i-nin kvadratı şəklində yaza bilərəm. Niyə? Çünki i kvadratı mənfi 1-dir. Mənfi bu mənfiyə dəyəcək, olacaq müsbət 9. Bu şəkildə yaza bilərəm. Və o da müxtəsərdir artıq. Yəni olacaq z çıxılsın 3i vurulsun z plus 3i. Aha. Deməli, bölünsün z çıxılsın 3i. Bu da bərabərdir 3 plus 5i. Diqqətlə baxsaq burada z çıxılsın 3-lər ixtisar gedər. Alınar ki z plus 3i bərabərdir 3 plus 5i. Bu şəkildə almış olarıq. Deməli, buradan da z-i tapsaq, z bərabərdir 3-ini sağ tərəfə keçirsək, alacaq ki 3 üstə gəlsin 2. Bizdən nəyi soruşmuşdu bunun? Xəyali hissəsi soruşmuşdu. Xəyali hissədə ini qarşısında duran idi, o da 2 olacaq. Yəni cavabımız burada oldu 2. Sonra növbəti suala baxaq. Deməli, çoxlarla bağlı bir sualdır. Çoxlarla bağlı bir sual düşəndə biz birinci çalışmalıyıq bunu Euler Venn diaqramı ilə həll edirik. Bura olsun A, bura olsun B. Deməli, bizə şərtdə verib ki, NA bərabərdir 5 dənə NB. Yəni A çoxluğunun elementlərinin sayı bərabərdir B çoxluqlarının elementlərinin sayının 5 mislinə. Bilirik ki, A çoxluğu fərqlidir. Yəni bura bilirik ki, A çoxluğu fərqlidir B çoxluğudur. Bura A ilə B-nin kəsişməsidir. Burada B çoxluğu ilə A çoxluğunun fərqidir. Tamam mı? İndi A çoxluğu B çoxluğunun fərqlidir nə? 26 verir. Yəni elementlərin sayı 24.
6 verib. Kəsişməni bizə 4 verib. Buranı bilmirəm. Burada deyəcəm x deyəcəm. Buranı bilmirəm. Aha. O zaman biz görürük ki, burada A çoxluğunun elementləri nə qədərdir? Hamısı nəzərdə tutulur da. Yəni 26 gəlsin 4, 30 dənədir. Bəs o zaman B çoxluğunun elementləri nə qədər olacaq? Bax, bundan istifadə edəcəm. Deyir ki, NA bərabərdir 5NB-yə. Aha, deməli A 30-dursa, o zaman belə çıxır ki, NB də 6-dır ki, 5-ə vuranda bərabər olur. Deməli bu 6-dır. NB 6-dır. O zaman yəni buradan bura olan hissə 6 olacaq. X nə qalır onda? 6-dan 4 çıxaram, X-ə qaldı 2. Bizdən də bunların kəsişməsini, daha doğrusu birləşməsini soruşur. Birləşməsini soruşursa, birləşmə nə idi? N A fərqlidir B plus N A kəsişir B plus N B fərqlidir A. Bizdən bunu soruşur. Bu da bərabərdir 26 plus 4 plus 2. Bərabərdir 32. Doğru cavabımız bizim burada olacaqdır. 32. Sonra növbəti suala baxaq. Aha, ifadəsinin qiymətini tapın. Aha, deməli biz burada nə edə bilərik? Biz bilirik ki, loqaritmada belə bir xassəmiz var ki, tutaq ki, bura y-dir, bura x-dir. Biz burada x-i y-in qüvvəti şəklində yaza bilərik. Yəni yazacağıq ki, loqaritma y üstü x. Bu şəkildə yaza bilərik. Bu xassəni istifadə etsək, o zaman alarıq ki, LG 5 üstü 3, yəni 5-in kubu plus LG 64 üstü 2-də 1. Bu da bərabərdir. LG 5-in kubu. Deməli, bizə verəcək LG 125 plus LG 64-ün üstü 2-də 1, kökdə 64 deməkdir, o da 8 deməkdir. Bu da bərabərdir. Toplama olduğuna görə bunları vura bilərik. LG 125-i 8-ə vuracam, 1070 olacaq. Bu da bərabərdir LG, onun kubudur. LG nə deməkdir? Bu da bərabərdir, yəni biraz da sadələşdirək. 3 vurulsun LG 10. LG 10 da 10 əsasında olduğuna görə bu 1 deməkdir. Bərabər 3-ü də 1-ə vurduq, doğru cavabım oldu 3 formada. Sonra növbəti suala baxaq. Aha, ətraflı yazı tələb olunanlar artıq çatdıq. Deməli. Bizdə nə verilir? Deyək ki, OX kəsiyi kvadrat olan silindrin həcmi 54 pi cm3 olarsa hündürlüyünü tapın. Deməli, bizə bir silindir var. Çalışıb şəkli çəkək. Aha. Formada bir silindir var. Bu silindirimiz olsun. Və bizə deyir ki, OX kəsiyi kvadratdır. Kvadratdırsa o zaman, yəni bura A-dırsa, burada A-dır. Bu demək istəyir. Təbii ki, bunları qeyd edək, çünki bizə radiuslarla əlaqə yaradacam burada. Bilirik ki, bura artıq radiusdur. Bura R-dirsə, o zaman burada R-dir, burada R-dir. Bura isə hündürlük sayılır artıq burada. Və bütün tərəfləri kvadrat olduğuna görə H bərabərdir 2R yaza bilərəm. H bərabərdir 2R yaza bilərəm. Çünki, baxın, adlandıraq, bura A olsun, bura B olsun, bura C olsun, bura bir D olsun. Yəni, ABC-də bir kvadratdır. Və həzmi bizə 54 pi veribdir. Deməli, bilirik ki, silindirdə həcm V bərabərdir S oturacaq, vurulsun H üstünə hesablanır. Bunun isə bizə 54 pi veribdir. 54 pi veribdir. Bəs S oturacaq nədir? S oturacaq pi R kvadratı olduğuna görə gətirib yazsaq, pi R kvadratı. H-ını da yerinə gətirib 2R yazsam, vurulsun 2R bərabərdir 54 pi almış olaraq. Buradan pilər gedər. Alaraq ki, 2R kubu bərabərdir 54-ə. Bəs R kubu nəyə bərabərdir? R kubu isə bərabərdir 27-yə. Buradan da alıram ki, R neçədir? R 3-dür. Deməli, R 3-dürsə, məndən də hündürlüyü soruşmuşdur. Hündürlüyü nədir? 2R idi. 2-ni də vuracam 3-ə, alacam 6. Doğru cavabım oldu mənim burada 6. Bu formada. Sonra növbəti suala baxaq. Deyək ki, turistlər iki məntəqə arasında məsafəni hər gün eyni qədər məsafə qət etməklə 18 günə getməli idilər. Lakin onlar hər gün nəzərdə tutulduğundan 2 km çox gedərək bu məsafəni 15 günə qət etdilər. Məntəqələr arasındakı məsafəni tapın. Belə düşünək. Tutaq ki, bizim iki məntəqəmiz var. Birinci məntəqəmiz olsun burada A məntəqəsi. İkincisi də olsun burada B məntəqəsi. Və turistlər hər gün eyni məsafə gedir. Yəni, tutaq ki, birinci gün gedib X. İkinci gündə gedib X. Daha sonra üçüncü gündə gedib X. Dördüncü gündə X gedib. Yəni, bu şəkildə gedib və bu 18 gün ərzində gedib. O zaman hər gün X kilometr məsafə gedibsə, 18 gün ərzində nə qədər gedəcək? 18 gün ərzində 18 vurulsun X gedəcək. Aydın bir məsələdir. Daha sonra, deyək ki, lakin onlar hər gün
nəzərdə tutulduğundan 2 kilometr çox. Nəzərdə tutulan x idi. Ancaq nəzərdə tutulan 2 kilometr çox gedirsə, o zaman olacaq x plus 2. Və bunlar hər gün x plus 2 gedəndə bu yolu 15 günə qət etdilər. Cəmisi nə qədər getdilər o zaman? X üstəgəl 2 vurulsun 15. Və bunlar eyni məsafədən getdiyinə görə, o zaman bunlar bir-birinə bərabərdir. Yəni 18x bərabərdir x plus 2 vurulsun 15. Buradan da vurub atsaq 18x bərabərdir 30x plus 32 yox, plus 30 olacaq, amma 15x olacaq burada. Plus deməli bərabərdir 15x plus 30. Plus 30. Buradan da alarıq ki 3x bərabərdir 30-a. Buradan da x-i almış oluruq 10. X bərabərdir 10. Deməli x 10-dursa, yəni bunlar hər gün ilk olaraq hər gün 10 kilometr gedirmişlər. İndi bizə deyir ki, yolun uzunluğunu tap. Yolun uzunluğu fərqi yoxdur. Ya burada yerinə qoy, ya da ki burada yerinə qoy. Bu da bərabərdir. Mən burada qoyuram. 18-də 10-a vursaq, 18-də 10-a vursaq, alarıq ki 180. Bərabərdir 180. Yəni doğru cavabımız burada olacaq 180. Bu şəkildə. Sonra növbəti suala baxaq. Deməli, növbəti sualımız, sualın yarısı buradadır. Şərti oxuyub keçəcək bura. Deməli bizə deyir ki, bir qutunun üzərində 2 qırmızı, 4 sarı qovluq qoyulmuşdur. Qutu ilə qovluqların birlikdə hündürlüyü 68 cm-dir. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən 2 cm böyük. Qutunun hündürlüyü böyük qovluğun qalınlıqlarının cəmindən 12 cm çox olarsa, qutunun hündürlüyünü tapın. Bizdən qutunun hündürlüyünü soruşur. Keçək bir dənə suala. Deməli, sualda bizə nə demək istəyir? Deyir ki, 4 dənə sarı, 2 dənə qırmızı və 1 dənə də qutu üst-üstə qoyulub. Və bunların obşa hamısının hündürlüyü 68 cm-dir. İndi mən bilmirəm, burada hər qovluğun və qutunun hündürlüyü nə qədərdir? Bilmədiyimə görə gəlib mən burada sarı qovluğun hündürlüyünə birinci sarıdan başlayacağım. Çünki ən kiçik hündürlüyü olan burada sarı qovluqdur. Mən gəlib burada sarı qovluğun hündürlüyünə bir A desəm. Desəm ki, bu A-dırsa, o zaman burada A olacaq. Eyni ilə bunlar da A-dır. Və bizə şərtdə vermişdi ki, orada qırmızı qovluğun hündürlüyü sarı qovluğun hündürlüyünün 2 mislindən 2 cm çox. 2 mislindən 2 cm çox nə deməkdir? Yəni vur 2-yə üstəgəl 2. O zaman bura olacaq 2A plus 2. Eyni ilə burada olacaq 2A plus 2. İndi biz ümumi olaraq qovluqlarımızın hündürlükləri nə qədər tapdıq? Hamısını toplasaq 4A 8A plus 4. Hamısını bir yerdə topladım. Və bizə şərt burada vermişdi ki, deməli, qutunun hündürlüyü bütün qovluqların qalınlıqları cəmindən 12 cm çox olarsa. Yəni, mən indi bütün qovluqların cəmini nədə tapmışam? 8A plus, burada da A var, 8A plus 4 tapmışam. 8A plus 4 tapmışam. Deyir, qutu isə bundan 12 cm çoxdur. O zaman qutu nə olacaq? 8A plus 4 plus 12 olacaq. Bu da bərabərdir, yəni 8A plus 16. Yəni, bura kimi olan məsafə 8A plus 16-dır. Buradan isə bura olan məsafə isə 8A plus 4-dür. Bunların cəmi nədir? 68. İndi cəmləsəm 8A plus 4 plus 8A plus 16 bərabərdir 68-ə. Buradan sadələşdirsək 16A bərabərdir 48 alarıq. A da bərabərdir 3. Deməli A 3-dür. Bizdən nə soruşmuşdu şərtdə? Bizdən soruşmuşdu ki, deməli, qutunun hündürlüyünü tapın. Qutunun hündürlüyü nə idi? Qutunun hündürlüyü 8A plus 16 idi. Bu da bərabərdir 8, A-nın yerinə gətirib 3 qoysaq, 8-i 3-ə vursaq 24 plus 16, bu da bərabərdir 40 almış olacaq. Yəni doğru cavabımız bizim burada 40 idi. Sonra keçək növbəti suala. Növbəti sual, deməli 81-ci sual, bu 82-ci sual gələcək. Deməli fx və gx cüt funksiyalardır. Px və qx isə tək funksiyalardır. Biz bilirik ki, cüt funksiyalar mənfini udur, amma tək funksiyası mənfini qarşıya verir. Yəni biz burada bizə nə lazımdır? Bax, bura diqqətlə baxsaq, bizə lazımdır F5. Mən F5 tapmaq üçün nə etməliyəm? Bilirəm ki, F cüt funksiyadır. O zaman F5 ilə F mənfi 5-ə bərabərdir. Çünki F cüt funksiyadırsa, onun mənfisini udacaq. Yəni bu bərabər olacaq 3-ə. Eyni ilə J mənfi 7. J də burada J mənfi 7-ni verir. Mənə J 7-nin qiyməti lazımdır. O zaman J cüt funksiya olduğuna görə, o zaman elə J burada
G7 ilə -7-yə bərabər olacaq. Yəni G -7-yə bərabər olmuş olacaq. Bu da nəyə bərabərdir? Bu da 8-ə bərabərdir. Özü bizə şərtə verir. Aha, amma tək funksiyalar gəldikdə isə tək funksiyalar da o formada olmayacaq. Baxın. Bizə burada nə lazım? Bizə burada deməli lazım olacaq P4-ün qiymətinin hesablanması. Çünki P4 verilib, P daha doğrusu -4-ün qiymətinin hesablanması. Deməli, P-4-ün qiymətini hesablayıramsa, P-4 bərabərdir -P4-ə. P4 nədir? 3'dür. Çünki P tək funksiya olduğuna görə dediyimiz kimi mənfi verəcək qarşıya. P4 3'dürsə, o zaman P-4 olacaq -3. Bunu tapdıq -3. Aha, sonra Q-2'nin qiyməti verilib, bizə Q2 lazımdır. Q2 nə deməkdir? Q2 isə deməli Q-2 bərabərdir deməli -Q2-yə bərabərdir. Bizə də bunun qiyməti nə verib? -3 verir. Buradan mən Q2-nin qiymətini tapsam, o zaman bu olacaq -3. Bunu tapdım 3. Verilən qiymətləri gətirib yerinə yazıb hesablasam, bərabərdir. Deməli, F5 3'dür. 3 vurulsun. Daha sonra G7 8'dir. Üstə gəlib F-4. Bu da -3'dür. Çıxılsın 3, bölünsün 3. Bu da bərabərdir. 21 yuxarıda alınır. Aşağıda 3. Doğru cavabımız olacaq burada 7. Bu şəkildə. Daha sonra növbəti suala baxaq. Deməli, A nöqtəsindən deyir ki, çevrəyə düz bucaq əmələ gətirən 2 toxundan çəkilmişdir. A nöqtəsindən çevrənin O mərkəzinə qədər məsafə 3/2 olarsa, çevrənin uzunluğunu tapın. Aha, A nöqtəsindən çevrənin mərkəzinə qədər, yəni A-dan bax bura qədər olan məsafəni bizə verib 3/2. Buraya yazıram 3/2. Aha, və mən burada M ilə O nöqtəsini, N ilə O nöqtəsini birləşdirsəm, baxsaq, bura nədir? Bura radiusdur. Eyni ilə burada artıq radiusdur. Və burada O AN-ə paraleldirsə, o zaman burada bir R'dir. O zaman elə AM də R'dir. Onda biz belə olaraq ki, tərəfi R olan bir kvadrat aldıq. Tərəfi R olan bir kvadrat aldıqsa, burada deməli və bir də diqqətlə keşif edersək burada AMO. Burada nədir? Diagonal 3/2'dir. Və katillər nədir burada? Yəni kiçik yerlərə baxsaq da, yəni AM, OM. Bunlar da R'dir. O zaman yəni nə alırıq? Alırıq ki, tərəf R'dirsə diagonal R/2 olmalıdır. Və bu 3/2'yə bərabərdir. Buradan -2'lər getsə, alaram ki, R bərabərdir 3'ə. R 3'dürsə, bizdən çevrənin uzunluğunu soruşmuşdu. R bərabərdir 2pi R üstünə hesablanır. Bu da bərabərdir. R'in yerinə 3 qoysaq, doğru cavabımız 6pi almış olarıq. Bu şəkildə. Sonra növbəti suala baxaq. Aha, deməli A və B düz prizmalar oxşar olarsa, bizdən soruşur ki, A prizmasının hündürlüyünü tapın. Aha. Deməli, biz bu sualı necə həll edə bilərik? Deməli, oxşarlıqla həll edə bilərik. Sadəcə bilməliyik nə? Bilməliyik ki, burada oturacağın bizə həcmi 120 verir. Düzdürmü? Oturacaq bəs hansı düzlə hesablanırdı? V oturacaq burada bərabər idi. Deməli, S oturacaq vurulsun hündürlüyünü hesablayırdıq. Və oturacaq burada oturacağın sahəsini necə tapa bilərdik? Buradan olan məsafəni bizə 2 verib və həmin tərəfin uzunluğunu B veribdir. O zaman S'i tapsa necə tapacaq? S bərabərdir 2'də 1 AH düsturundan hesablanırdı. Düzdürmü? AH düsturundan hesablanırdı. İndi burada hündürlüyümüz artıq bizim bu üçbucağa baxsaq. Üçbucaqda hündürlüyümüz 2'dir. Yəni S bərabərdir 2 vurulsun B, tərəfimiz artıq B'dir. Bu ümumi bir düstur idi. Burada yazdım. Bölünsün 2. Yəni gətirib S oturacağın yerinə qoyacağım. 2 vurulsun B, bölünsün 2 və vurulsun hündürlük. Bunun bizə nə qədər verib? Bizə 120 veribdir. Aha, deməli burada 2'lər gedir və hündürlüyü burada bizə 10 veribdir. B vurulsun 10 bərabərdir 120. Buradan artıq B'nin mən necə tapıram? B'nin buradan 12 tapmış oluram. 120 niyə? 12 tapmış oluram. Deməli B 12'dir. Bu tərəfin uzunluğu 12'dir. İndi isə oxşarlığı tətbiq edib tapa bilərəm.
Deməli, hündürlüklərin nisbəti uyğun tərəflərin nisbətləri bərabərdir. Yəni, baxın, böyük H-ın ya da kiçik H-ın böyük H-a nisbəti bərabər olacaq A-nın B-yə nisbəti. Buradan kiçik H bilmirəm, kiçik H soruşur məndən, böyük H 10-dur, bərabərdir. A bölünsün, yəni 6 bölünsün, B-ni də tapdıq 12. 12-yə bərabərdir. Buradan da çarpaz vursaq, deməli H bərabərdir. Bu 2-də 1 deməkdir. O zaman H da bərabərdir 5. Deməli, kiçik hündürlüyümüz nəymiş? 5'miş. Doğru cavabımız 5 olacaq burada. Sonra keçək növbəti suala. Növbəti suala və bu sonuncu sualdır. Səhvləmirəmsə, aha. Deməli, bizdən deməli 2 dənə düzbucaqlı formasında metal lövhə verilmişdir. Aha. Bizdən nə soruşur? Bizdən soruşur ki, A-nın x ilə ifadə edin. Aha, əla. A-nı x ilə ifadə edin. Biz nə edə bilərik burada? Ümumi sahəmiz S2-dir. Əlimizdə olan budur. Bir dənə S1 ayrılıbdır. Deyir, bunun sahəsi S1-dir. S1 də bizə burada verib özü. Bir də ümumini də verir. Aha, əla. Biz baxın, bu hissəyə bir dənə S desək. S desək. O zaman mən S necə tapa bilərəm? Mən S-i tapa bilərəmmi? S-in bərabərdir. S2, yəni ümumidən çıxıram. S1-i. S1. Bu da bərabər. S2 mənə nə veribdir? 2x kvadratı. Yerinə yazsam. Deməli, 2x kvadratı plus 7x plus 3 veribdir. S1'i çıxacam. S1 isə x kvadratı çıxılsın x kvadratı artıq çıxdığıma görə işarələr burada əksinə dəyişəcək. Çıxılsın 7x çıxılsın 12. Bərabərdir. Burada 7x-də islah gedər. 2x kvadratdan x kvadratdan çıxsam qalar x kvadratı. 3-dən də 12 çıxsa qalar -9. Bu da bərabərdir. Müxtəsərdir artıq. Bunu da vuruqlara ayırsaq x çıxılsın 3 və x plus 3 almış olarıq. Yəni biz S-in sahəsini aldıq. Nə? Yəni S sahəni aldıq. X çıxılsın 3 vurulsun x plus 3 almış olduq. Əla. Bəs S-in sahəsini necə tapırıq? Düzbucaqlıdır. Tərəfinin biri A-dır. Digəri də x plus 3-dür. Sahəsini necə tapırıq? E-nin uzunluğuna vururuq. Yəni A-nı vururuq. X üstəgəl 3-ə. Buradan da bizdən A-nı soruşmuşdu. X plus 3-lər artıq gedər. A-ya nə qalar? A-ya qalar. X çıxılsın 3. Doğru cavabımız olacaq. X çıxılsın 3. Bu şəkildə. Deməli, bunu da yekunlaşdırdıq. Növbəti deməli 10 mart tarixində keçmiş buraxılış imtahanında sualların izah edib yerləşdirəcəm kanalda. Sağ olun. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənə qədər.